Salamlayıram əziz izləyicilər. Sizi böyük gələcəyə kiçik addımlarla verilişinin növbəti qonağı istedadlı futbolçu Furkan Hüseynov. Salamlayıram ilk öncə Furkan səni. Sağ ol. Neçənci ildə harda dünya göz açmısan? 2015 Şamaxda. Hansı klubda mübarizə aparsan? İndi Qarabağda. Hansı klubdan başlamısan? Ağzıbət rayonu. Hansı klubun adı? Ağzabət. Ağzıbət rayonu. Daha sonra Elə Qarabağ gəlmişəm. neçə nömrə formaya çıxış edirsən? 7. 7 nömrə forma. İndi Qarabağda 7 nömrə forma. Və Ağzabət komandasında. Orada 10. Yaxşı. Necə oldu futbola başlamaq? Elə Ağzıbətdə atam mənə boksa yazdırdı. Orada həvəsləndim və futbola yanaşım artdı. İdmanla məhəllədə də oynadım və Ağzıbətdə oynadım. Sonra seçimlərdə seçildim, Qarabağ gəldim. Allah. Yəni bu da o deməkdir ki, bizim bölgələrdə kifayət qədər Bəli. istedadlı futbolçularımız var. Qarabağ yenə hücumdadır və hesab açılır. Furkan Hüseynov fərqlənir. Qarabağ 1, Şaxtyor Qaraganda 0. Gol müəllifi Furkan Hüseynovdur. Peşəkar karyeranı davam etdirmək istəsən, harada davam etdirmək istəyirsən? İspaniyada və ya İngiltərədə. Hansı klublarda? İngiltərə Arsenala gedərəm və ya İspaniyada Reala. Və Azərbaycanda? Azərbaycanda qalmaram, gedərəm. Yəni, peşəkar karyeranı aşağısına, kənarda. Milli səviyyəsində harada oynamaq istəyirsən? Milli, indi böyüyəndə Azərbaycan yaxşı olsa, Azərbaycanda qala bilərəm, amma belə baxsaq, İspaniya, belə ölkələrdə də. Başqa Avropa ölkələrində vətəndən kənarda çıxış etmək istəyirsən. Olmusanmı heç xarici dövlətlərin birində? Bəli, komanda şəklində. İlk Avstriyaya getmişdik, sonra turnirlərə getdik, Polşaya, Qazaxıstana, belə ölkələr gəzirik. İlk səfərin Avstriya olur. Bəli. Necə təsir bağışladı sənə? Yaxşı təsir bağışladı. Turnir də yaxşı keçdi. İlk turnirim idi. İlk səfərə çıxmışdım. Yəni də yaxşı keçdi. Yəni ilk səfərimiz qənaət bəxş olub, anladığım qədərilə. Razı oldun. İkinci səfərin? Axırıncı səfərim Polşadır. Polşada 9-cu olduq. Orada da yaxşı olduq. Yəni də ilk günlər pis oynadıq. Yəni də ikinci günlər özümüzü düzəldə bildik. Polşaya gedərkən və Avstriyaya gedərkən məşqçiləriniz kimlər idi? Avstriyada gedəndə Şöhrət müəllim idi. Polşaya gedəndə də Əli bəy müəllim. Anladım. İlk məşqçinin adı necə olub? Orxan. Orxan müəllim. Orxan müəllimin sənə müsbət xüsusiyyətləri var idimi sənin üçün? O mənə yəni həvəsləndirdi, həm o ilk müəllimim idi, ona görə yaxşıdır. Daha böyük sevgin var. Mənim xüsusiyyətlərim elə başa düşdüm ki, yoxdur. Xeyr yoxdur. Yəni sevmədiyim xüsusiyyətlər. Xeyr yoxdur. Anladım. Heç mənimdə yoxdur. Yəni sənə bütün müəllimlər yaxşıdır. Sənin futbola anlayışın, futbola sevgin anladığım qədərilə çox yüksəkdir. Yaxşı, neçənci sinifdə oxuyurdun sən? Mən 5, 6 keçsəm bu. Bəli. Həftədə neçə gün məşq edirsən? İndi məşqlərimiz yanır, amma özüm tək idman edirəm. Tətil olmamışdan qabaq həftədə neçə gün məşq edirdin? Bəzən olurdu, Qarabağ məşqləri olurdu. Bəzən birinci gündən 3 dəfə, 4 dəfə. Hər dəfə 3-4 dəfə. Yaxşı. 3 dəfə məşq, 1 dəfə çempionat oyunu və həftənin 5 günü təhsil, məktəb. Mane olurmu bir-birinə məşqlər? Bəzən mane olur, bəli. Günün birinci, ikinci yarısında məşqlər olarkən Dərsdən tez sıxıram ona görə. direktor və müəllimlər sənə bunu keçirirmi? Edirmi? Yaxşı. Olub mu belə bir halın ki, xəstə olmusan, amma futbola getmirsən, məktəbə getmirsən? Məktəbə getməmişəm, futbola getmişəm. Çevirir. İleriye tərəf. Təhlükə ola bilər. Və gol! Furkan! Allah ötürmə və Qarabağlar nəhayət hesabda irəli keçir. Sənə belə bir xəyali şans versən, bir klub yaratmaq, klubun adı nə olardı? Klubun adını fikirləşmərəm. Bilməm ki, tam.
Belə. Ne, özün istədiyin klubun adını qoya bilərsən, fərq etmir. Klub adı qoysam, Ağzəbədi məsələn. Ola, olar, fərq eləmir, Qarabağda, fərq eləmir. sənin özün klubun olsun. Baş məşqçisi kim olardı həmin klubun? Baş məşqçisi o Xabi Alonso da ola bilər. Amma Guardiola var. Pep Guardiola. 11'liyi qorumaq şansı verirəm sənə. 4-3-3. Qapıdan başlayaq. Qapıçı Buffon, sağ müdafiəçi Maldini, sol müdafiəçi Ramos, sol bek Roberto Carlos, Sağ ol. sağ bek Cafu, ortada Iniesta, yanındakı Zidane, onluq Ronaldinho, solda Cristiano, sağda Messi, uzunda. Sonra ötü. Çox maraqlı. Bəs heyətdən kimi çıxardardın? Komanda yoldaşlarını kimi onlara yerini salmaq istəyərdin? Birdən yoxsa bir çox. Fərq etmir o sənin seçimin. Adına elə eşkini sağa ataram. Yəni Messi'nin meydanı. Elcan Qubadlı da yaxşıdır. O da yaxşı oynayır o. Ronaldo onu çıxardamıram, nə? İkisi də yaxşıdır. Elcan da oynatmağa çalışaram. Kimin yerini məsəl üçün? Çətindir. Elcan elə bilmirəm, hələ yox. Müdafiə da yaxşıdır indiki. Maldini zat çıxartmayım. Yəni heç kimi çalmasın. Bir dənə eşkini Messi'nin yerinə. Eşkini qoyaram, sonra Abdulzadə Yusuf qoyaram. Sonra Davidi qoyaram, Pavlov. Belə. Maraqlı. Ortaya da Hüseyni qoyaram. Hüseyin Hüseyin Əliyev. Hüseyin Əliyev. Çox maraqlı seçimlərim var. İndiki Qarabağın heyətində sevdiyin bir futbolçu varmı? Çox sevirsən həmin futbolçunu. Bəli. Böylərdə Bəli. Kamil Adron idi. O da getdi. Başqa? Medina idi. O da getdi. Sonra Sən ayrılanları ancaq sevirsən deyəsən. Kohanski də getdi. Aha. Getdi, bilmirəm. Amma Junior'u da başqa sevirdim. O çox sevirdim. İndi Vəsilə çempionatında oradadır və bəli. Yadda qalan bir oyunun olub mindiyənə qədər çox möhtəşəm çıxış etmisən həmin oyunda. Mən bütün oyunlarda belə çalışdığım qədər qoyuram. Ortaya Qoyuram. maraqlı bir oyun. Mənim maraqlı oyunlar Sabah Qarabağ oyununda çox maraqlı keçir. Yəni qırğın getirdi oyun. O maraqlıdır. Mən onu xoşlayıram. Güclü klublarına. Yadda qalan bir qolun varmı? Mən bilmirəm ki, tərəfdarlar çox bilir. Tam Sənin özün bəyəndiyin. birə-bir zat. Bilmirəm özümdə. Yəni sənin üçün fərq etmir, sənin üçün qol olsun. Qol. Sən onları kifayət qədər şərh etmişəm. Yadıma gəlirsə. Çox istəyirəm futbolçu. Yadda qalan bir şərhin varmı sənin yadında? Mən, sən, Və hansı? meydan suluyur o. Meydan sılıyır. Ya Furkan Hüseynov meydan sılıyır. Harman savurur. Sapsa 1-0'dır. Məhəmmədli canlı səddən qayıdır. Burada Furkan ve hesab beraberlikdir. Buradayam deyir genç oyuncu. Buradayam deyir, hesab beraberleşir. Furkan Hüseynov. Axı demiştim. Pərdə burada qapanmaz. Bu da Paris nümunə 1-1. Yemin aran necədir? Yaxşı deyim mənə. Hansı yeməyi xoşlayırsan ən çox? Yeyirəm də dolma yeyirəm ən çox. Ən çox. Xoşlayıram. Sevdiyin maşın varmı? Maşın Mercedes. Sevdiyin ölkələri İspaniya dedim, səhv etmirəmsə. Bəli. Mən sənə İspaniyada ömrünün sonuna qədər yaşamaya hüquq verirəm. Sayı məlum olmadığı qədər Mercedes verirəm. Və heç o bitməyəcək qədər dolma verirəm. Sadəcə futboldan dördü uzaqlaşmağı istəyirəm. Yox, futbol. Yəni futbolu oynasam, futbola pul gəlir, yenə də ala bilirəm də. İstədiyi karyeram olsun. Pul da boş şey, yenə də oynayıram. Kariyer əsas. Yaxşı, bunu valideynlərin istəsə futboldan uzaqlaş. Yox. Ya? Zaten böyüyüm bir 13 yaşımda
atam da özləyir ki, inşallah İspaniyada da gedəcəm. İnşallah. Orada da futbolu heç buraxmaram da. Əlimə gəlib bu şans, gedəcəm. Qətiyyətin var. Təbii ki, bu sənə qətiyyəti çıxdığın yolda inamlamağa kömək edəcək. Yaxşı, əziz Furqancan, futbol sənin üçün nədir? Futbolu çox sevirəm. Yəni. Futbol oynamaq həm adamı həm idman gəlir, nə faydası var da hər şeyində. Həm fiziki cəhətdən, yoxdur, həm də pis vərdişlərdən uzaq olmaq üçün. Hə, yəni disiplin azad olmalıdır burada. Futbolla bərabər sevdiyin bir iş varmı? Edirsən mi onu? Güləşdir, boks və Başqa idman növləri ilə məşğul olsan. Dünya yenidən doğulsaydın yaxşı. Yenə futbolçu olardın mı? da. Sənə əlinə belə bir şans düşüb, dəryadan qızıl balıq çıxartmısan. 3 istəyi yerinə yetirəcək. Hansı olardı birinci istəyin? Böyüyəndə qəşəng futbolçu olum istedadlı. İkinci? İkinci Yenə futbolçu olun. İkinci məsələ. məsələn nə deyim? Yəni sənin futbol olsa iki arzuda balığı buraxacaqsan ki, lazım deyilsə. Valideynlərim ömür çox olsun belə şey. Aha. Yəni belə də Üçüncü istəyi lazım deyil. üçüncü də bir vaxt istifadə edərəm. Nə vaxtsa olsun. O da maraqlı yanaşmaydı. Özü biznesdə yoxlamaq istəyərdin mi futbolla bərabər? Bilmirəm, uşaq vaxtı riyaziyyatım güclü olub, amma yenə də bilmirəm, mən futbola Ancaq futbol. Bütün düşün, hər yerin, hər məkanın futbol olsa mənə kifayətdir. Yaxşı, sənə veriş haqqında sual vermək istəyirəm. Bu dəqiqədə də mənimlə bərabərdə sən söhbətdə etdik, dedik, güldük. Maraqlı mövqe, maraqlı yanaşmalarım oldu. Veriş haqqında düşüncələrin necə oldu? veriliş yaxşı idi. Suallar da qəşəng idi, yəni. Yəni düşünməli idi, futbol haqqında idi, xoşladım bu verilişdə. Yəni. Minnətdaram sənə, dəyərli Furqan. Növbəti çempionatda görüşmək ümidilə. Yenə bərabərik. Yenə yaşlı meydanlar bizi gözləyir. Yenə şəhrinlə bərabər olacağım. Uğurlar olsun sənə. Qədəmənin bərəkətli olsun. Addımların hamısı zirvə üzərində olsun. Təşəkkür edirəm. Dəyərli vaxtını mənə sərf etdiyin üçün. Minnətdaram. Uğur olsun. Çox sağ ol.